Zəfər gününün 5-ci il dönümünə həsr olunmuş Şanlı Zəfər Milli Qürurumuzun Təntənəsi adlı ümumrayon tədbirində hər birinizi salamlayır, təbrik edir. Zəfər bayramınız mübarək olsun. Bizim bayrağımız Dağlı Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Bugün biz xoşbəxt bir nəsilik ki, Azərbaycan tarixinin ən parlaq səhifələrinin şahidiyik. Mən, hörmətli tədbir iştirakçıları, hər birinizi Zəfərimizin 5-ci il dönümü münasibəti ilə ürəkdən təbrik edirəm. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti, yaşasın Müzəffər Ali Baş Komandanımız. Və bu qələbə demək olar ki, hər birimizin həyatına məna gətirdi. Biz qürurla başımızı uca tuturuq. Bu yolu, bu zəfər bizi millət kimi möhkəm edər. Qarşımızda duran heç bir problem bizi saxlaya bilməz. Zəfərlə irəli, Allah Taala Azərbaycanı qorusun. Bu qələbəyə görə biz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altındakı Azərbaycan ordusuna, Azərbaycan əskərinə, Azərbaycan zabitinə minnətdarıq. Bayram münasibəti ilə sizləri təbrik edir, uğurlar arzu edirəm. Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi o mənəvi səfərbərlik zirvəsi bütün dünya xalqları üçün nümunədir. Tədbir iştirakçılarını salamlayıram, bütün Azərbaycan xalqını Zəfər bayramınızın 5 illik münasibəti ilə təbrik edirəm. Bu uğurda minlərlə şəhid verdik, minlərlə yaralanan, sağlamlığını itirən qazilərimiz, veteranlarımız var. Şəhidlərimizin əminəm ki, bugünkü gün ruhları şaddır. Sən eşqim səfərim, sallayan kür əsəri, gözəlliklər məskənim Azərbaycan. Bəxtimizə açılan gözəl səhər, hüsnümüzün aynası mavi xəzər. Nə yaxşı ki sən varsan, bəxtəvərəm səninlə, ey əziz mehriban doğma şəhər. Uçağına canım qurban Azərbaycan, savaşlardan nalıqçı çıxan zaman, tarixlərə bağışladın neçə qurban, hər qonşuda bir parçası əsir qalan, qurbana canım qurban Azərbaycan. Tanıttın dünyaya sən öz xalqını, müzəffər ordunu, baş komandanı. 30 ildən qalmış millət arzusun, Çin edib qaytardın vətən torpağını.